Deməli, uşaqlar, gəldik. Mübtəda haqqında danışılan və yaxud hərəkəti birbaşa icra eləyən cümlə üzvüdür. Həmin o, mübtədaya aid hərəkət və hökm nə bildirəcək? Xəbər bildirəcək. Xəbər yazaq. Xəbər. Xəbər dedik nə bildirir? Mübtədaya aid olan ya hərəkəti bildirir, yəni mübtəda ya hərəkət eləyir, ya da hökmü bildirir. Hərəkət və ya hökmü bildirən baş üzvdür. Hökmü bildirən baş üzvdür. Bildirən baş üzvdür. Sualları ya uşaqlar, nə etmək sualını bütün şəkil və zamanları nə etmək? Nə edir, nə edim, nə edəcək, nə etdi, nə bilim, nə etmişdir, nə edəcəkdir. Nə etmək sualının bütün şəkilləri. Nə etmək? Yazıram feili şəkilləri. Feili şəkillər hansı idi? Əmr, xəbər, arzu, lazım, vacib. Nə etməlidir, nə edəsidir, nə edəcəkdir, nə etmişdir. Hətta az sual, nə etmək üstəgəl feili şəkillər. Bu, feilin, daha doğrusu, feili xəbərin suallarıdır. Feili xəbərin sualları nə etməklə bağlıdır. Daha sonra, kimdir, nədir, necədir, neçəncidir, hansıdır? Bunlar da ismi xəbərin suallarıdır. Yazaq. Kimdir? Əsas məsələ buradakı dırdirdir. Dırdir xəbərli şəkilçisi idi, keçmişdik, yadınızdadır isimdə. Mən müəlliməm, am 2 variant, sən müəllimsən, san 2 variant, o müəllimdir, dır 4 variant. Onları yadınızdasa xəbərli şəkilçilər deyirik. Niyə xəbərli şəkilçi idi? Çünki qoşulduğu sözü cümlədə xəbər eləyirdi. Cümlədə gəlib qoşulub və xəbər eləyir. Məsəl üçün, o yaxşı şagirddir. Şagirddir ona görə xəbərdir ki, dırdır xəbərli şəkilçisini daşıyır. Aydın oldu, niyə xəbərli şəkilçisi deyirdi? Kimdir? Nədir? Nə görsən? Necədir? Görsən, hamısında dırdır var. Çünki o xəbərli şəkilçisidir. Qoşulduğu istənilən sözü xəbər eləməyə məcburdur. Nədir, necədir, hansıdır? Sən keçibsən də bunu nəyini yazın? Hansıdır? Neçəncidir? Kimi suallara cavab verir. Deməli, sualı birinci variantda nə etmək üstəgəl feilin şəkilləri, ikinci variantda digər nitq hissələri. Kimdir, haradadır, neçədir, neçəncidir və s. Xəbər sintaktik əlaqə baxımından yalnız mübtədəyə tabedir. Xəbər sintaktik əlaqədə, qoyacaq, sintaktik əlaqədə yalnız mübtədəyə tabedir. Bayaq da yazdım bu mübtədədə. Hansı əlaqə ilə? Uzlaşma. Bəli, uzlaşma əlaqəsindən yalnız mübtədəyə tabedir. İkinci dərəcəli üzvləri bu özünə tabe eləyəcəkdir. Özü tabe olmur. Yalnız mübtədəyə tabedir. Aralarında hansı əlaqə var? Necə dedi qızlar? Uzlaşmaq, bəli. Buraya yazıram. Hansı əlaqə ilə? Uzlaşma. Uzlaşma əlaqəsini keçirməsən dərsdəydim, bilmirəm. Sonra, nitq hissələrlə ifadə olunan xəbərlər quruluşca sadə, yəni eyni söz deyirəm. Bir dənə sözlə ifadə olunan xəbərlər sadədir. Yaxşı, qoy yazaq nitq hissələri. Allah xəbərlər. Nitq hissələri, yəni isim, sifət, sayı, əvəzlik, feil, zərflə ifadə olunan xəbərlər sadə xəbərdir. Əgər nitq hissələrindən ifadə olunubdursa, bu xəbər sadə xəbərdir. Əgər söz birləşməsindən ifadə olunubdursa, söz birləşməsindən mürəkkəb xəbərdir. Bunu bayaqları mübtədada da izah elədim. Yenə burada uşaqların ən böyük elədiyi səhv mürəkkəb feilləri iki söz olaraq saymaqlarıdır və mürəkkəb xəbər götürməkləridir. Ümumiyyətlə, yadında saxla ki, feili xəbər heç vaxt mürəkkəb olmur. Bunu birazdan da deyəcəm. Söz birləşmələri mürəkkəb. Bu məsələyə gələcəm. Bu hələ ki gedək. Ondan sonra idi, imiş, isə hissəcikləri aid olduğu söz və söz birləşmələrinə birlikdə xəbər olur və onun quruluşuna təsir etmir. Yəni, nitq hissələri, müəyyən nitq hissələri, hansı nitq hissəsi olursa olsun.
Nitq hissələri, məsəl üçün isim üstəgəl idiymiş, sifət üstəgəl idiymiş, gözəl idi, şagird idi, birinci idi. Yəni nitq hissələrinin hansını istəyirsənsə, əsas nitq hissələrinin üstünə idi və imiş əlavə etdikdə nə yaranır? Xəbər yaranır. Onun fikri getmək idi. Xəbərdir. Məsəl üçün, onun fikri birinci olmalı idi. Nədir? Xəbərdir. Nitq hissələrinin üstünə idi, imiş gələndə nə olur? Xəbər olur. Nitq hissələrdə olar, söz birləşməsi də olar, fərqi yoxdur. Məsəl üçün, o mənim maşınım idi. Mənim maşınıma idi əlavə edirsən, gedir nə olur? Xəbər olur. Nə ilə ifadə olmuş xəbər? Söz birləşməsindən. Nitq hissələrinə söz birləşmələrini idi, imiş qoşanda da nə yaranır? Xəbər yaranır. Bunu bərabər eləyək. Sonra başqa nə deyim xəbərdən? Xəbər iki cür olur uşaqlar. Xəbər iki cür olur. Mübtəda bir cürdür, mübtədadır. Amma xəbər iki cür olur. İki yerə bölünür. İsmi xəbər, bəli. İsmi xəbər və feili xəbər. Birinci feili xəbər deyəcəm. Niyə? Çünki bu asandır. Yerdə qalanda nə olsa deyəsiniz ki, ismi xəbərdir. Feil xəbər nədir? Feil xəbər feilin şəkilləridir. Basit qutardı, getdi. Əgər feilin şəkilləri gedib cümlədə xəbərdirsə, deyirsə feil xəbərdir. Qutardı, getdi. Yəni, hansılar idi? Əmr, arzu, lazım, vacib, şərt, bir qaldı. Əmr, arzu, vacib, lazım, şərt, xəbər. Bu altısından biri gedib cümlədə xəbər olanda, deyəsən ki, cümlə feili xəbərlidir. Məsələn, deyirəm ki, o dərsi dinləmir. Dinləmir. Xəbər şəkildə, düzdür? Niyə? İndiki zamandadır. Bunlar keçmiş zaman yenə də qulaq asın. O dərsi dinləmir. Burada zaman şəkilçisi görürük və indiki zamandır. Düzdürmü? Deməli, hansıdır? Xəbər şəklidir. Xəbər şəkildirsə nə deyəsən? Feil xəbər deyəsən. Deyəsən ki, səs salma. Səs salma. Qoy yatsınlar. Qoy yatsın. Bax, bala. Səs salma. Mən bunu əmr şəklində keçmişəm. Səs sal və ya səs salma. Əmr şəklinin inkarı. Düzdür? Əgər şəkildirsə, deyirsən feil xəbərdir. Çətindir? Yox. Və yaxud da deyirəm ki, mən hazırlaşmalıyam. Hansı şəkli görürsən? Vacib. Vacib şəklini görürsənsə, bir dəfə deyirsən ki, feil xəbərdir. Qutardı, getdi. 6 dənə feilin şəklindən hansını görsən, altısından birini deyirsən feil xəbərdir. Feil xəbər başqa heç nə ilə ifadə oluna bilmir. O dediyiniz məsdər, feili sifət, feili bağlama isə ismi xəbər olur. Ümumiyyətlə, feili bağlama ismi xəbər olmur, onu yanıldım dedim. Məsdərlə feili sifət xəbər ola bilir, o da ismi xəbər olur. Satqındılar olar. Demişdim, onlar satqın olacaq. Deməli, feili xəbər axtaranda nə axtarasan? Feilin şəkillərini axtarasan. Feilin şəkillərinə ifadə olunan xəbər feili xəbərdir. Qalan nə gəlir gəlsin? Məsdər olmur, feili sifət olmur, isim olmur, say olmur, əvəzlik olmur, ismi birləşmə olmur, feili tərkiblər olmur. Nə gəlirsə gəlsin. Hamısı ismi xəbərdir. Bir dəfəlik. Aydındır? Hamısı nədir? İsmi xəbərdir. Və bir şeyi yadınızda saxlayın ki, feili xəbər heç vaxt mürəkkəb olmur. Həmişə sadədir. Çünki niyə? Feilin şəkilləri bir sözdən ibarət olur da. Düzdür, söz birləşməsi yaratmırlar. Feilin təsriflənən formalarıdır. Feilin təsriflənən formaları söz birləşməsi yaratmır. Söz birləşməsi yaratmadıqlarına görə də feili xəbər həmişə, bunu yadından çıxartma, həmişə sadə olur. Bəzən uşaqlar harada səhv edir ki, bunu əvvəlcə baxaq, ondan sonra keçək ismi xəbərə. Uşaqlar belə edir. Məsəl üçün, mən, diqqətlə qulaq as, ona kömək etdim. Belə edirlər, bax, qulaq as. Mən ona kömək etdim. Ay müəllim, kömək etdim iki söz daxı. Kömək etdim. Aha, burada söz birləşməsi var. Bu niyə sadədir götürək? Məsəl üçün, götürürlər ki, mürəkkəb feili xəbər. Ümumiyyətlə, mürəkkəb feili xəbər deyə bir şey yoxdur. Feil xəbər həmişə sadədir. Bunu yazırlar mürəkkəb feili xəbər. Harada səhv edirlər? Kim deyər? Niyə bu mürəkkəb deyil, kömək etdim? Çünki bir sözdən ibarət mənasız olur. Kömək etdim. Mürəkkəb feildir. Və ya o qohum, qardaş, mürəkkəb ism olduğu kimi. Kömək etdim də mürəkkəb bir sözdür. Mürəkkəb sözdür.
Aydındır. Mürəkkəb sözdür. Söz birləşməsi deyil. Kömək etdim. Söz birləşməsi olsaydı biz ona deyərdik mürəkkəb. Axı bu sadəcə olaraq mürəkkəb sözdür. Mürəkkəb söz olduğuna görə mürəkkəb yox, sadə fe'li xəbərdir. Aydın oldu. Mürəkkəb sözlə söz birləşməsi anlayışlarını qatmaq olmaz. Söz birləşməsi iki dənə müstəqil söz deməkdir. Mürəkkəb söz bir-birindən asılı olan iki dənə söz deməkdir. Əgər kömək etdim, bunların arasında heç bir asıllıq olmasaydı, onda sən deyərdin ki, söz birləşməsidir. Aydındır? Məsəl üçün, kömək etdiyin adam, bu artıq söz birləşməsidir. Amma kömək etmək bir dənə mürəkkəb sözdür. Eləcə də məsəl üçün, çıxıb getmək və yaxud da danışa bilmək. Yadınızdadır da mürəkkəb feillər. Mürəkkəb feillər mürəkkəb xəbər yaratmırlar. Aydın oldu, bu sənə feil xəbər. Qutar getdi. Gəldi ismi xəbərə. En qədər ifadə vasitəsi var. Mən yazacağım bayaqki mübtədə kimi. Sən tapassan ki, nə ilə ifadə olunubdur. Məsəl üçün, birinci cümləni yazıram Dənizə. Dəniz mənə deyir ki, o yaxşı uşaqdır. Ən hasandır Dənizə düşdü. Ay Dəniz, burada sən mənə mübtəda ifadə vasitəsində tapırsan, xəbərin ifadə vasitəsində tapırsan. Tez ol. Yaxşıdır. Burada vergül qoymayın, onu deyil. Dayan, o yaxşı dənizdəgə, o yaxşı uşaqdır. Necə uşaqdır? O yaxşı uşaqdır. Kim yaxşı uşaqdır? Sualına cavab verir, amma özündən sonra da sifət gəlir, vergül qoyur. Allah'a şükür. Bilə bildim, hansı deyib yaxşı deyəcək. Dəli olmuşdum bir ara. Hə. Uşaqdır. Orada feylə artırılıbdır. Oradadır. Feilin şəkilçisidir. Yəni şəxs şəkilçisidir da. Hə, şəxs şəkilçisi. Yəni xəbərdir demək istədim. Xəbərdir. Bu xəbərdir əsas. Nə ilə ifadə olunub xəbər? Uşaqdır. Kim? Uşaq nədir? Götürək bax da. Uşaqdır. Uşaq nədir? İsim. Nə deyəsən? İsimlə ifadə olunmuş xəbər. Allah'a şükür. İsimlə ifadə olunmuş ismi xəbər. İsmi xəbər. Niyə ismi xəbər? Çünki feil deyil. İsimlə ifadə olunmuş. Sonra 2. Nazlı. Sən mənə deyirsən, bu məsələnin cavabı çətindir. Əvvəlcə deyirsən ki, bundan sonra vergül qoyunmu? Qoyulmur. Niyə? Hansı sualın? Ay sağ. Bu məsələnin cavabı çətindir. Hansı məsələ? Bu məsələ. Burada vergül qoyulmamalıdır. İndi sən mənə xəbərimizi deyirsən. Çətindir xəbər. Bu xəbərdir. Necə xəbərdir? İsmi yoxsa feili? İsmi. Niyə? Çünki feilin şəkli yoxdur. Feilin şəkli olsaydı feil xəbər deyərdi. Bu ismi xəbər nə ilə ifadə olunur? Çətin nədir? İsimlə də. Çətin isimdir. Sifətlə ifadə olunmuş ismi xəbər. Sifətlə ifadə olunan ismi xəbər. Çatdı. Üçüncü. Deyirəm ki, bu işlərin axırı, Yaxşı olur. bu işlərin hamısı belədir. Şikayətlənməyim tutduq o cürə. Belədir. Bu işlərin hamısı belədir. Hə, de. Xəbərimiz hansıdır? Belədir. Necə xəbərdir? İsmi yoxsa feili? İsmi xəbər. Bunu qeyd edirik. İsmi xəbər. Nə ilə ifadə olunmuş ismi xəbərdir? İndi beləni götür, tək bax. Yadına sal, harada keçibsən? Hə, yadlaşdım. Deyə bilərəm. Keçib bax. Bayaq da sayırdı. Əvəzlikdir. Deyirsən müəllim, əvəzliklə ifadə olunmuş ismi xəbər. Niyə ismi xəbərdir? Çünki feilin şəkli deyil də. Başa düşdün? Səbinə. Videonu dayandır.